İnsanın zatında, genetikasında qisasa meyillilik var. Yəni çox mərhəmətli insanlar onu mərhəməti ilə üstün örtür, amma mərhəməti zəif olan insanlar gözləyir, məqam və şərait düşən kimi dərhal qisasını almağa. Bu insanın fitrətində var. Əgər bir insan Allahın ona verdiyi ömrü iman üzərindən yaşaya və salih əməl, Allahın razı qaldığı işlər görsə, rəhman olan Allah onu insanlara sevdirəcək. İnsanlar onu sevəcək. Allah özü sevib və insanlara onu sevdirəni bəşər əl-ələ verə, barəsində nə danışa, faydası olmaz. Çünki Allah əgər onu sevib və sevdirirsə, əminliklə o xalqın, millətin, insanın, tarixin, bəşəriyyətin yaddaşında yaxşı bir insan kimi qalacaq.